maraqlanmışdır. Deməli, verilmiş parça haqqında yanlış fikirlər müəyyən edin. İndi niyə keçək ki, Aytunar bunu? Baxaq indi, keçməyək. Görək nə deyir orada. Badi səba mənim dərdi dilimi, o büt-i zibaya dedin, nə dedi? Ahun aləm asimanı yetdiyin, gərdan-ı minaya dedin, nə dedi? Baxaq. Şeir parçası müəllifi həm klassik lirika, həm də aşıq poeziyası ilə maraqlanmışdı. Deməli, Zakir haqqında deyə bilərikmi? Həm klassik lirika, həm də aşıq poeziyasına maraqlanmışdı. Deyə bilərik də. Qoşma, gəraylı yazmışdı. Nə idi o? Deyə bilərik. O düzgündür. Bizdən səhvi soruşur. Gəlirik indi 2-yə baxaq. Lirik qəhrəman Səba vasitəsilə sevgisinə məktub yazır. Səba vasitəsilə sevgisinə məktubu kim yazmışdı? Aşiq ya, Dəhnamədə. Dəhnamədə, bəli, aşiq yazmışdı. Bu isə nağarır, Badi Səba vasitəsilə sevgilisinə müraciət eləyir. Bəli, 2 yanlış götürəcəyim. Əslində bu rahat testdir. Tunar, sən böyük görüb qorxmusan testdir. Rahatdır. Yox, birinci görüb elə çaşma. Yox, çaşma. Çətinliyin qarşısında sinə gərməliyik. Qoyub qaçmalı deyilik. Aha, lirik qəhrəman sevgisinin həsrətindən ahının, naləsinin göyə, səməyə yayıldığını söylüyor. Deyir, ahın aləm asimana yetdiyin, düzdür. Olan bu şeirdə bədii sual istifadə olunmuşdur. Orta məhddən bədii sual. Aha. Bədii sual, bunlar yenə bədii sualı səhv götürəcəklər, istifadə edəcəklər. Aha. Biz də dedik ki, nə var? Bu testdə bədii, bu ümumiyyətlə əsərdə bədii sual var. Ona görə də bədii sualı biz düz götürəcəyik orada. Lirik qəhrəman sevgilisini Büt-i Ziba adlandırır. Bəli, Büt-i Ziba da adlandırır da sevgilisini. Ona görə də o cavab da doğrudur. Sonra Səba mənim dərd dilim şeirində ifadə olunan başlıca fikir nədir? Şeirin başlıca deməli niyyəti həqiqi aşiq obrazı yaratmaq, onu sadəli, rəfallı, nəcib, saf his və düşüncə sahibi kimi səciyyələndirmək olmuşdur. Elə budur. Ben izləyirəm. Sonra Qasım bəy Zakir'in yazdığına aid olan hansı əsər bu fikirləri heç birinə uyğun deyil. Məhəbbət və evlilik məsələlərindən, satirik tənqidi mövzuda, tərbiyə mövzuda, türkü və bu təmsildə elə budur. Çünki tərlan elçilər səbəbisi tərbiyəvi idilər. Yox. Tərlanla elçilər satirik tənqidi idi. Sonra aşığın təyən pişirməsidir. Tərlanlar və elçilər Aytunar satirik tənqidi deyildi. Tərbiyəvi mövzudaydı. Dəvəsi itən kəs, tərlanlar və elçilər. Nə demişdik? Dərviş sözü olanlar tənqidi idi. Dərviş və qız biri nə idi bəs? Həyasız dərvişlər haqqında. O ikisi olur tənqidi mövzuda. Onları yadında saxla, heç olmasa sözlərlə. Qasım bəy Zakir'in haqqında fikirlərdən biri doğru deyil. Qasım bəy Zakir ilk şeirini məni candan usandırdı şeirindən müəllifi təsiri ilə yazmışdır. Düzdür. Zürriyyətdən ədəbiyyatımıza komediya janrını gətirən sənətkar köməyi ilə azad olur. Bəli, sürgündən ədəbiyyatımıza komediya janrını gətirən sənətkarın köməyi ilə, bəli, Axundzadənin köməyi ilə azad olur. Düzdür. Azərbaycan ədəbiyyatında Qasım bəy Zakir və Pərli qoşmasının müəllifi ilk dəfə satirik üslubda müraciət etmişdir. Pərli qoşmasının müəllifi Vaqifdir. Üslubadakı Zakirdir, Babaydır, Baba Dərviş, bir də Baba bəy Şakir, Mirzə Baxış, Nadim. Bəs Vaqifə hansı ilki deyə bilərik Tunar? İlk dəfə nə edib Azərbaycan ədəbiyyatında? Poema janrı. Yox. Paracamı var. Realist. Realist ədəbiyyat. Real gözəl. Real məhəbbət. Vaqiflə gəlir də ədəbiyyatımıza. Sonra. Elə Azərbaycan ədəbiyyatının Qasım bəy Zakir Pərli bu iddia cavab. Çünki Qasım bəy Zakir haqqında deyilən hansı fikir yanlışdır. Xoş sürət, xoş sima, uca qamətli
ruhani, deməli, Rəhimli və mürvətli bir adam fikrini söyləyən Yusif Vəzir Çəmənzəminlidir. abi, Yanlışdır. Kimdir söyləyən? Firidun bəy Köçərli, bəli. Qasım bəy Zakir yaradıcılığı haqqında doğru olmayan seçim deməli, Vaqifdən sonra Azərbaycan ədəbiyyatı dili, Bədii dilini daha da zənginləşdirmiş sənətkar kimi dəyərləndirilir. Düzdür, çünki süjetli Bunu kim demişdi? Bunu kim demişdi? Vaqifdən sonra Azərbaycan dilini zənginləşdirən ikinci bir sənətkar. Yenə Firidun bəy Köçərli. Firidun bəy Köçərli bayaq dedi, Zakirin yaradıcılığını, yəni tənqid eləyənlərdən də, tənqid yəni ədəbi tənqidçi də Firidun bəy Köçərli. Yəni tədqiqatçısı idi onun yaradıcılığının. Həyat və yaradıcılığının. Aha. Bədii irsi, lirik və epik növdə yazdığı əsərlərdən ibarətdir. Lirik növdə yazmayıb taxmacadır. Kim? Zakir. Yox, ki, bədii irsi, lirik və epik növdə yazdığı əsərlərlə ibarətdir. Təkcə epik növdə yazdığı əsərlər idi. Yox, Aytunar, biz doğru olanları seçirik, yanlış olanları seçirik. O doğru daxı. Bədii irsi, lirik və epikdən ibarətdir də, əlbəttə ki. Dəvəsi itən kəs, tərlanlar və elçilər tərbiyəvi xarakter daşıyır. Bu səsli tərlan və elçilər dəvəsinin tərbiyəsi olsun. Təmsilləri deyir. Təmsilləri deyir. Sən özünü çaşdırırsan Tunar. Onlar tərbiyəvi xarakter daşıyır, amma mənzum hekayədir. Bizdən soruşur, bizə deyir ki, təmsilləri. Yəni o bir dənə təmsil sözünü ora qoyur. Bəli, bəli. Bəli, dəvəsi itən kəs, tərlanlar və elçilər tərbiyəvi mövzudadır, amma təmsil deyil. Janr olaraq mənzum hekayədir. Aha. Elə odur cavab. Doğru olmayan odur. Qasım bəy Zakir, Badi Sabah müəllim dərd edin, sən fikri müəyyən edin. Qasım bəy Zakir bədii irsinə aiddir, düz, qoşma canındadır, düz. Lirik qəhrəman dilindən deyilir, düz. Lirik qəhrəman nə dedin, sualın cavabı alınır, cavabını alır. Sən nə dedin, sual bədii sualdır, ona görə cavab. Bax, burada fikir ver Tunar. İndi bayaqdan deyirdi ki, bədii sual yoxdur. İndi burada deyir ki, cavabını alır. Deməli, cavabını alır, fikrini səhv götürmüsənsə, deməli ki, o bədii sualdır da. Almırsa, əgər onun cavabını alır, şeyini səhv götürmüsənsə, deməli ki, cavabını almır da, bədii sualdır. Bəli, D variantı, düzdür. Ilə bağlı yanlış fikri müəyyən edin. Qoşma canında